məsələlərdə biz nəyə fikir veririk? Xəritələrdə təriflərin bir mövcuddur, tərif var, bəli, xəritə hamısında tərif mövcuddur. Lakin xəritənin tərifi olan hissəsi məsafəni hesablamaq üçün, yəni həmin o tərifi çox olan hissədə məsafəni hesablamaq üçün xüsusi miqyasdan istifadə edirik. Xüsusi miqyas nədir? Xüsusi miqyas həmin əraziyə aid, yəni belə deyək, enliklər üzrə, paralellər üzrə, enliklər üzrə hesablanan məsafələr arasında hesablanan xüsusi miqyasdır. Yəni ki, məsələn, 50 dərəcə qərb uzunluğu ilə 10 dərəcə şərq uzunluğu arasında olan məsafəni, 40-30 dərəcəlik paralel üzərində olan məsafəni hesablamaq üçün ora xüsusi miqyas belə deyək, çıxardırsan. Hesablayırsan bu məsafəsini, oradan xüsusi miqyas çıxardırsan. Bəs bunu necə edirsən? Bax, birinci bunlar arasında məsafəni tapırsan. Biri 50 qərbdir, biri 10 şərqdir. İkisi müxtəlif yarımkürədə olduğu üçün bunlar nə olur? Toplanılır. Cəmi olur 60 dərəcə. İndi burada da 30 dərəcəlik paralel üzərindədir. 1 dərəcəmiz 96,5 kilometrdir. Vururuq buna. Deməli, bunu da buna vuranda elə 965-i vururuq 6-ya. 6 5-in 30, 6 6-ın 36, 39, 6 9-un 54, 57. 5790 ümumiyyətlə kilometr aralarında məsafə var. Yəni 10 qərb uzunluğu ilə, daha doğrusu 10 şərq uzunluğu ilə 10 50 dərəcə qərb uzunluğu arasında nə qədər? 5790 kilometr məsafə var. İndi sonra nə edirik? Sonra isə həmin bu hissəni 5790 kilometrlik məsafənin indi deyir, bax bu 30 dərəcə paralel üzrə məsafə 15 santimetrdir verilmiş xəritədə. Yəni biz bu xəritədə miqyası bilmirik, ancaq bu xəritədə 15 santimetrlik verib. İndiyə görə bu xəritənin miqyası nə qədər olacaq? Bunun üçün nə edirik? 15 santimetrdə 5790 kilometrdirsə, bəs 1 santimetrdə nə qədər olacaq? X. Bax, bunu çarpaz şəkildə nə edirik? Yazdıq. İndi bunlar çarpaz şəklində bir-birinə vuranda, bunu da nə edirik? Bölürük. 5700 x ilə bərabərdir 5790-ı bölürük 15-ə. Niyə? Çünki tənasüb qurduq. 15x bərabərdir 5790. 15x bərabərdir 5790. X ilə bərabərdir 386. 386 olacaq nə? Kilometr. İndi burada bunu tapdıq. Miqyasın kəmiyyətini tapdıq. İndi biz miqyasa çevirəndə necə eləyirik? Yəni 1 bölünsünü yazırıq. Yəni 1 bölünsün. Burada 386. Bir də 5 dənə 0 kilometr olduğu üçün 5 dənə 0 da əlavə edirik. Oldu. 1 bölünsün 386. 5 dənə də 0 kimi. Bax, bu D variantındakı cavab bizim cavab variantımız alınır. Yəni burada əsas diqqət nəyə yetirirsən? Burada xəritələr arasında həmin o hissə, tərifin çox olduğu o hissənin aralarındakı məsafəsini hesablayırsan. Çünki burada xüsusi miqyasda tərifi çox olan hissələrdə məsafələri hesablamaq üçün istifadə edilir. İndi burada nədir? Bunlar arasında fərqi hesabladıq 60 dərəcə ilədir. 60 dərəcəndə gör nəyin üzərində bu məsafə idi? 30 paralelin üzərində 30 dərəcəlik paralel. Bu da 1 dərəcəsi 196,5 kilometrdir. Bu 60 dərəcəndə 96,5-ə vuranda elədir 5790. 5790 kilometr bu 60 qərb 50 qərb uzunluğu ilə 10 şərq uzunluğu arasında məsafədir. İndi bunu həmin bu məsafəni xəritədə 15 sm göstərilib. Buna görə də biz bunu nə edirik? Tənasüb qururuq. Yəni 15 sm 5790 kilometrdirsə 1 sm nə qədər olacaq? Və bu tənasübün əsasında da biz miqyası təyin edirik. Çünki 1 sm əsasən miqyas təyin olunur. Burada cavab D variantı bizim düzgün cavab variantımızdır.